Salam, hər birinizin salamlayıram. Bu günlərim 24 may 2026-cı ilin tarixində ikinci qruplar imtahan vermişdir. Həmin qrupa düşən riyaziyyat suallarının izahını verəcəm. Yeri gəlmişkən bizdə B variantıdır. Vaxt itirmədən birinci misala başlayalım. Demək, y bərabərdir 3 üstündən -5 modul x plus 2 üstəgəl 2 funksiyasının qiymətlər çoxluğunu tapın deyir. Modul x plus 2 böyük bərabər 0-dan hər tərəfi -5-ə vursam, kiçik bərabər 0-dan hər tərəfə 2 əlavə eləsəm, kiçik bərabər 2-dən hər tərəf 3-cü qüvvətə yüksəlsəm, kiçik bərabər 302-dən. Və mənim funksiyam 9-dan kiçik bərabərdir. Üslü funksiya bilirsiniz ki, həmişə müsbət qiymətlər var, 0-dan isə ciddi böyükdür. Belə qiymətlər çoxluğumuz 0,9 yarım intervalı. Birinci misalın cavabı oldu C bəndi. İkinci misalımızda keçək. Yarışda 150 oğlan və 50 qız iştirak edir. Oğlanlar bütün iştirakçılar neçə faizdir? Oğlanlar 150-dir. Bütün iştirakçılarca 200-dür. 150 200-ün 75 faizidir. Doğru cavabımız oldu B variantı. 3 nömrəli misal qəşəng misaldır. Bərabərsini həll edin. 5 üstü -7x plus 3 tamamen müsbət ədəddir bilirsiniz. Üslü funksiya olduğuna görə. X kvadrat minus x plus 5 də tamamen müsbət ədəddir. Çünki A-sı müsbət, D-si mənfi olduğuna görə kvadrat şəkli tamamen müsbət qiymətlər alır. O zaman bu iki ifadə müsbət qiymətlər aldığına görə bunları bərabərsindən uzaqlaşdıra bilərəm. Yəni modul x minus 2 bölək x minus 1-in kvadratı kiçik bərabər 0-dan. Artıq sürəti məxrəcə vururam. Modul x minus 2 vuraq x minus 1-in kvadratı kiçik bərabər 0-dan. Burası 2-dir, burası da 1-dir. 2-ni haşiyə alıram, sağında və solunda işarə dəyişməyəcək. Amma bərabəri varsa mütləq cavabda 2 iştirak edəcək. Biri də işarəyə alıram, haşiyə alıram, sağında və solunda işarə dəyişməyəcək. Amma məxrəcdə D o cavabda olmayacaq. Ədəd oxunda qeyd edirəm, intervalasını tətbiq edirəm. 1, 2, 2-ni qaralayıram, 1-i boş saxlayıram. Müsbət, müsbət, müsbət. Bizə mənfi intervalı soruşur. Gördüyünüz ki, mənfi interval yoxdur. Yəni, bərabərsin sanki cavab boş çoxluqdur. Amma yeganə cavabımız nədir? Yeganə cavabımız 2 ədədi bərabərsizlik ödədiyinə görə doğru cavabımız olacaq Y bəndi. Yalnız 2 uşaqlar. Baxaq, başqa şey müsbət, müsbət, müsbət işarə dəyişmir və bizə mənfi işarəni soruşur. Mənfi işarəmiz də yoxdur. Amma 2 ödədiyinə görə doğru cavabımız oldu yalnız Y. 4 nömrəli misal. ABC 3 bucağında A, B, C3 bucağında demək, buradan bir AD parçası çəkilib. Misal deyir ki, AB AD'yə bərabərdir. AD'miz 3'dür, DC'miz 9'dur. AC də BC'yə bərabərdir. Onda AC'miz nə olacaqdır? 12. 3 bucağın perimetrini tapın. Burada bir X yazıram. Gördüyünüz kimi ABD 3 bucağı bərabər yan 3 bucaqdır. Kiçik 3 bucaq bərabər yanlıca da oturacağı BD olduğuna görə oturacağı hündürü çəkirəm. Oturacağı çəkilən hündürlük həm də mediandır. Onda burası olacaq 3/2, burası olacaq 3/2 uşaqlar. Burada bir H yazıram və bura bir K hərfi yazsam, 3 bucaq A, B, K'ya fikir verin. Bir də 3 bucaq A, K, D'ye fikir verin. H hündürlüyü ortaq olduğuna göre, o zaman Pifagor teoremine göre x'in kvadratı çıxaq 3/2'nin kvadratı, x'in kvadratı çıxaq 3/2'nin kvadratı beraberdir. 12'nin kvadratı çıxaq, buranın da uzunluğu 3/2'nin 9 toplayanda 3/2 plus 9 səhvləmirsə 21/2 eləyir. 12'nin kvadratı çıxaq 21/2'nin kvadratı. Buradan x kvadrat beraber 9/4 plus 144 çıxaq 441/4. X kvadrat beraber 144 çıxaq. 4'te 9'dan 4'te 441 çıxanda 4'te 4 32 eləyir. X kvadrat beraber 144 çıxaq 108. X kvadrat beraber 36. X beraberdir 6'ya. Beləliklə oturacağımızı 6 tapdıq. Böyük beraber yan 3 bucaqda. Bizdən perimetri soruşur. 6, 12, 12. Doğru cavabımız neçə eləyir? 30 eləyir. 4'ün Y bəndi cavabımız. 5 nömrəli misal. A və B parametrlərinin hansı qiymətində bu cüt sistemin həllidir? Təbii ki, cüt sistemin həllidirsə, həmən cütü x'i yerinə 2 yazacağım, y'nin də yerinə -3 yazacağım, a'nı tapacağım. Eyni qayda aşağıda da x'in yerinə 2 yazacağım, y'nin yerinə -3 yazacağım və b'ni tapacağım. 4 plus 9'dan a'mız olacaq 13 və 6 minus 12'dən b'miz olacaq -6. Doğru cavabımız A 13, B -6, D variantı.
6 nömrə misal perimetri 24 olan düzgün altıbucağın daxilına çəkilən çevirən radiusunu tapın. Düzgün altıbucaqda 5-dən düstur əzbər bilmək lazımdır. Sahəsi böyük geri, kiçik geri, böyük diagonal və kiçik diagonal. Sahəsi 6 dənə bərabər tərəfli üçbucağın sahəsidir. Xaric tərəfini çevirən radiusu tərəfin e, tərəfə bərabərdir. Daxila çəkilən çevirən radiusu kiçik diagonalın yarısına bərabər, yəni A kök 3 bölü 2. Böyük diagonal tərəfin 2 misli, kiçik diagonal da tərəfin kökü 3 mislidir. Bizə uşaqlar daxila çəkilən çevirən radiusunu soruşur, yəni A kök 3 bölü 2-ni soruşur. Perimetri 24 olduğuna göre 24'ü 6'ya bölen tərəfimiz olacaq 4. Onda daxila çəkilən çevirən radiusu 4 kök 3 bölü 2'den doğru cevabımız olacaq 2 kök 3. Doğru cevap oldu C variantı. 7 nömrə misal ardıcılığın 9-cu ədini tapın deyir. N'in yerine sadece 9 yazmaq lazımdır. 45'in üstü üçgende 48, 3'ten 18 çıxanda isə mənfi 15 eləyir. 3'ə bölsək 16, 3'ə bölsək mənfi 5, 16 da mənfi 5'ə bölsək mənfi 3,2. Doğru cevabımız oldu C variantı. 8 nömrə misal əvvəlcə kompleksiyyəti sürəti sadələşdirək. 3 plus i çıxaq 6i minus 6i kvadratı minus 2i kvadrat daha doğrusu. Məxrəcdə 2 minus i kvadratın yerini mənfi 1 yazında 3 çıxaq 5i plus 2 edir. Məxrəcdə 2 minus i. Sürətdə edir 5 çıxaq 5i, məxrəcdə 2 minus i. Bir dənə də məxrəcin qoşmasına vuraq. 2 minus i'nin qoşması 2 plus i'dir. 5 minus 5 i'ni vuraq 2 plus i'yə. Məxrəcdə 4 minus i kvadrat edir. Sürətdə 10 plus 5i çıxaq 10i çıxaq 5i kvadrat. Məxrəc i kvadratı yerinə mənfi 1 yazsam 5 eləyir. 10 çıxaq 5'i i kvadratın yeri mənfi yazın plus 5 edir. Bunun nəticəsi 15 çıxaq 5'i bölək 5'dən 3 minus i eləyəcəkdir. Doğru cevabımız oldu D variantı. 9 nömrə misal. LCX-a bir t deyək. T kvadrat plus t minus 2 böyük 0'dan. Köklərimiz mənfi 2 və 1'dir. T plus 2, t minus 1 böyük 0'dan. Ədəd oxuna keçirən mənfi 2, 1, müsbət, mənfi, müsbət. T daxildir, mənfi sonsuzluq, mənfi 2, birləşmə, 1 müsbət sonsuzluq. Bunu da t kiçikdir, mənfi 2, birləşmə, t böyükdür, 1 yazaq. T'miz də LCX-dir. Onluq loqaritm x kiçikdir, mənfi 2'dən, birləşmə, onluq loqaritm x böyük 1'dən. Sistem açacağım. Loqaritm müsbətləşin təmin x böyük 0'dan. Əsas vahiddən böyük işarə dəyişimi x kiçikdir. 10 üstündə mənfi 2'dən, yəni 0,1'dən. Buranın kəşməsi 0, 0,1 eləyir. Birləşmə davam edir. Sistem açıram. X böyük 0'dan bir də x böyük. Əsas vahiddən böyük olduğuna görə işarə dəyişmir. X böyükdür. 10 üstündə 1, yəni 10'dan. Bunların da kəşməsi 10 müsbət sonsuzluğa düşür və biz bu iki intervalın birləşməsini tapmalıyıq. Cavabımız 0, 0,1, daha doğrusu %1, 10 müsbət sonsuzluq yazılmalıdır. Baxaq variantımıza. Doğru cavabımız olacaqdır D variantı. 10 nömrə misal K'nın hansı ən böyük tam qiymətində parabolanın təpə nöqtəsi 4-cü rübdədir. Parabolanın təpə nöqtəsi gördüyünüz kimi parabolanın budaqları yuxarı yönəlib uşaqlar. Təpə nöqtəsi 4-cü rübdədirsə, budaqları da yuxarı yönəldiyinə görə mütləq şəkildə parabolanın diskriminantı müsbət əldə olmalıdır. Çünki budaqları apsisinin 2 müxtəlif nöqtə keçəcək. Təpə nöqtəsinin apsisi də müsbət olmalıdır, ordinatı da mənfi olmalıdır. Demək 1, biz 2 dənə hala baxacaq. Təpə nöqtəsinin apsisi müsbətdir və buna da yanına qoşacaq diskriminant da müsbətdir. Təbii ki, n'in mənfi olması ilə diskriminantın müsbət olmasından yaranacaqdır. Demək, əvvəlcə m'i tapaq, m bərabər mənfi b bölü 2a'dır. Mənfi b'miz 2 vuraq k minus 5'dir. Mənfi b bölü 2a, b'miz 2 vuraq k minus 5'dir. Böyle 2 vuraq a'mız da 1'dir. 2'lər gedir qalır 5 minus k səhv eləmirəmsə. M sıfırdan böyük olduğuna görə demək k kiçikdir 5 yazmalıyıq. K haqqında ilkin məlumatımız. Digər tərəfdən diskriminantı müsbət olmalıdır. Yəni 4 vuraq k minus 5'in mötərizə kvadratı çıxaq 4 vuraq k kvadratı böyük sıfırdan. Demək 4 vuraq k kvadratı çıxaq 10k plus 25 minus 4k kvadratı böyük sıfırdan 4k kvadratı çıxaq 100k plus 100k yox 40k plus 100 minus 4k kvadratı böyük sıfırdan 4k kvadratlar islah gedir. Mənfi 40k böyükdür mənfi 100'dən k kiçikdir 2,5'dən. Demək k'mız 5'dən kiçik 2,5'dən kiçik. Bunların kəşməsi k'mız 5'dən kiçikdir. Bir də 2,5'dən kiçikdir. Bunların da kəşməsi k kiçikdir 2,5'ə düşəcək. K'nın da maksimum
K'nın qiyməti olacaqdır neçə? 2. Doğrudan da K'nın yerine 2 yazsam y beraber x'in kvadratı. K'nın yerine 2 yazanda mənfi 3, 2'ye vuranda mənfi 6 x. K'nın yerine mənfi 2, daha doğrusu 2 yazanda plus 4 eləyir. X kvadratı çıxaq 6x plus 9 minus 9 plus 4. X minus 3'ün kvadratı minus 5. Gördüğünüz gibi həqiqətən bunun təpə nöqtəsi 3 -5'dir və 4-cüdə yerləşir. K'nın en büyük tam qiyməti oldu 2 uşaqlar. Oldu 2. K'nın yerine 4 yazan ne olurdu ki? Ben biraz şüphe yapalım. Y beraber x'in kvadrat plus K'nın yerine 4 yazanda 2 bırak 4 minus 5 minus 16. Bəli, bunun təpə nöqtəsi birincilikdə düşəcək. Bu bize lazım değil. Keçdi növbəti misalımıza. B üssü 5'te 3 beraberdir. A üssü 4'te 1 ise B üssü 6 5 tapın. Bərabərin hər tərəfini 3'te 5. qüvvətə yüksəldək. A üssü 4'te 1 üzerinde 3'te 5. Buradan B beraberdir. A üssünde 12'de 5 oldu. Bizden B üssü 6'da 5'te 6'nı soruşur. Getiren B'nin yerine A üssü 12'de 5 yazacağım. Üzerinde 5'te 6. Bu değildir. A üssünde 2'de 1. Doğru cevabımız oldu. A üssü 2'de 1. 12 nömrə misal ABC 3 bucağında ABC 3 bucağında AB'miz 5'tir, BC'miz 12'dir. Onda tabii ki AC'miz 13 olacak. Burada 90 derecedir B bucağı. BA vektörü B'den A'ya doğru yönelen vektördur. Çıxaq BC vektörü. BC vektördə demek ki B'den C'ye doğru yönelen vektördur. İki vektörün fərqini soruşur bizdə. Demek şu iki vektörün fərqini tapanda fərq vektoru hansı istiqamətə yönəlir? İkinci çıxılan vektörün sonundan, tabii ki bizə çıxılan vektoru budur. Bu ise azalan vektordur. Çıxılan vektorun sonundan, yani S nöqtəsindən azalan vektorun sonuna doğru istiqamətlənmiş vektor bize iki vektorun fərqini verecek. Yani BA vektoru çıxaq BC vektoru verecek CA vektorunu. Misal bizde onu modulda verip, yani CA vektorunun artık bizim uzunluğunu soruşur. CA vektorunun uzunluğu hibridonun uzunluğuna beraberdir. Doğru cevabımız ne oldu? 13 oldu. Doğranı 5 kökü olan okyasin sayısı 25-11 konusundan söhbət gedir. Konusun doğran 5 köküdür. Bura 5 köküdür. Bura 5 köküdür. Ok kesinin sayısı ise 25'tir. Ok kesi gördüğünüz beraber yanlı 3 bucaqdır. Gelin bura bir alfa yazalım. S beraberdir 2'de 1 AB sinüs alfa düsturuna göre. Ok kesinin sayısını 25 yazacağım. 2'de 1 5 kök 2 bırak 5 kök 2 bırak sinüs alfa. Demek kök 2 kök 2 2 ile geçecek. 5'i 5'e vuranda 25. 25'ler gibi bir beraber sinüs alfadan alfamız olacak 90 derece. Başka sözle konsun ok kesin tepe bucağı 90 dereceymiş. Onda konsun diametri hipotenuza beraber olduğuna göre 5 kök 2'nin kök 2 misli. Neçə eləyir? 10. Diametri 10 ise onda radiusumuz olacak 5. Radiusumuz olacak 5. Misal bize tam səthinin sahəsini soruşur. Konsun tam səthinin sahəsi yan səthin sayısı plus S oturacağı beraberdir. Yan sət pi r'dir. S oturacaqda pi r kvadratıdır. Pi r'i mötərizə xaricdən çıxarıram. L plus r. R'mizin yerine 5 yazacağım. Bırak L'in yerine 5 kök 2, R'in yerine tezden 5. Doğru cevabımız 5'i mötərizə xaricdən çıxardım. Çöldəki 5'e vursam 25 pi bırak kök 2 plus 1 eləyəcəkdir. 25 pi bırak kök 2 plus 1. Doğru cevabımı səhv eləmədimsə B variantındadır. 14 nömrəli misala baxaq. Ax kvadratı minus 9x plus 3a plus 4 beraber 0. Tənlinin kökləri qarşı tərs ədlərdir. Əvvəlcə a'mız 0-dan fərqlidirmi? Baxaq. A yerine 0 yazanda bəli. A 0-dan fərqlidir. X kvadratı çıxaq 9 bölü a plus 3a plus 4 bölü a beraber 0. Tənlinin kökləri qarşı tərs ədlərsə hasil nəyə bərabərdir? 1'ə bərabərdir. Kökləri hasilə viyetə göre 3a plus 4 bölü a'dır. Ve 3a plus 4 bölü a'nı beraberleştireceğim 1'e. 3a plus 4 beraber a'ya. Buradan 2a beraber menfi 4'ten a'mız olacak. Menfi 2. Doğru cevabımız oldu. B variantı. 15 nömrə misal iptidai funksiyanın ümumi şəklini soruşur. İptidai funksiya qeyri-müəyyən inteqraldır. 12x 5 dx. 12x 6 bölü 6 plus c. Cevabımız olur 2x 6 plus c. Doğru cevap oldu C variantı. 16 nömrə misal. Uyğun tərəflə paralel bucaqlardan biri digərindən 42 derece kiçikdir. Uyğun tərəflə paralel bucaqları ya bir-birinə bərabərdir ya da ki cəmi yüksəkdir. O zaman bizim cəmi yüksəksən qalır. Biri digərindən 42 derece kiçikdir. Biri x'dir, biri de x plus 42'dir. Cəmi də 180'dir. 2x bərabərdir 138'e. X bərabərdir 69'a.
Bizden böyüyünü soruşur. 69 plus 42'den 1, 111 derece edir. Doğru cevabımız oldu 16 da C bəndi. 17 nömrə misal. ABC üçbucağında şəkli böyüdəyin. ABC üçbucağı və CD kongruent bərabər tərəfli üçbucaqlardır. Kongruent uşaqlar. C nöqtəsi AY parçası üzərindədir. Gördük. BO 4 kök 3'tür. BO'muzu bizə nə verib? 4 kök 3 verib. Təbii ki, bərabər tərəfli üçbucaqda medianların kəşfi nöqtəsi, hündürlərin kəşfi nöqtəsi, tənbölənlərin kəşfi nöqtəsi, daxilə çəkilən çevrəyin mərkəzi, xaric çəkilən çevrəyin mərkəzi, bunlar hamısı eyni nöqtəni bildirir. Yəni eyni nöqtədir. Başqa sözlə BO mərkəzdən təpəyə qədər məsafə BO nəyə bərabərdir? Xaric çəkilən çevrənin radiusuna. Yəni 4 kök 3'ü bizə böyük yer vermiş. Böyük yerin düstur nədir bərabər tərəfli üçbucaqda? A kök 3 bölü 3'tür bərabər 4 kök 3'e. B ilə bərabər tərəfli üçbucağın tərəfi oldu 12. Baxın, burası oldu 12, burası oldu 12. AO da elə böyük yerə bərabərdir. O bir Y də böyük yerə bərabərdir uşaqlar. Yəni 4 kök 3'tür bunlar. Burada 4 kök 3'tür, burada 4 kök 3'tür. Hətta bunlar tənböləndir. 30 derece, 30 derece. Burada 30 derece, burada 30 derece olacaktır. Bunu davam ettirsəm isə uşaqlar, burası olacaq uşaqlar bizdə 2 bölək 1 nisbətində 2 kök 3. O zaman AS'nin uzunluğunu tapa bilərik. Əslində bu elə 6'ya bərabərdir. Elə Pifagor teoremində və ya 30-60-90 üçbucağında görmək olur ki 6'dır. Burada 6'dır, burada 6'dır. Onda o birin uzunluğu nəyə bərabərdir? O birin uzunluğu 6 ilə 6'nın cəminə bərabərdir. Yəni 12'yə bərabərdir. Misal bizə O1Y trapesiyasının orta xəttini soruşur. Həmin trapesiya O1Y trapesiyasının yuxarı oturacağı 12'dir. Aşağı oturacağı da gördüğünüz kimi 24'tür. Bizə də P orta xəttini soruşur. Orta xətt isə 12 ilə 24 toplayıb 2'ye böləcəm. Doğru cavabımız olacaq 18. 18 nömrə misal. Demek 3 üstünde 16 plus 5n, bırak 7 üstü 4 plus 3n. Hasilin sonuncu rəqəmi 1 olarsa n plus n cəminin ən kiçik qiymətini tapın. Ümumiyyətlə 3'ün qüvvətlərinin son rəqəmini tapanda yadınızda bunu 4'e bölürdük. Həmin qalığı da gətirib burada yerinə qoyurduq. Eyni qayda da 7'də də baş verdi bu. 2'də, 3'də və 7'də bu şeylər var. O zaman uşaqlar biz 16 plus 5m'i 4'e bölündə qalxdığına qalır. Elə 5m'in özü qalır. O zaman 3 üstü 16 plus 5m'in sonuncu rəqəmi 4'e bölməsindən daha doğrusu bu 3 üstü 16 plus 5m'in sonuncu rəqəmi elə 3 üstü 5m'in sonuncu rəqəmlə eynidir. Yəni mən bunu 3 üstü 5m'lə bəzədim. Çünki 16 4'e tam bölünür, sadəcə 5m qalır. 7 üstü 4 plus 3n uşaqlar sonuncu rəqəmini tapmaq üçün bu qüvvəti 4'e bölmək lazımdır. 4 plus 3n 4'e bölündə qalxdı 3n qalır. O zaman bunun sonuncu rəqəmini tapmaq üçün 7 üstü 3n'in sonuncu rəqəmini tapmaq bəsdir. 7 üstü 3n. İndi gəlin biz bu hasilin sonuncu rəqəmi deyil, 1'e bərabər olmalıdır. 1'e bərabər olması üçün uşaqlar biz n və n natural verdiyinə görə m 1 götürürəm, n də 1 götürürəm. Çünki ən kiçik söhbəti var. O zaman 3 üstü 5, 7 üstü 3 eləyir. 3 üstü 5'i 4'e böləndə qalıqda 1 qalır, yəni 3 üstü 1, bıraq 7 üstü 3. 3 üstü 1 3'tür, 7 üstü 3 də 343'tür. Sonu 9 ilə qutarı bu. İkinci halımız var. M2, N1 olsun. Demek 3 üstünde 10, 7 üstü 3 eləyir. 3 üstü 10 4'e bölündə qalxdı, 3 üstü 2 qalır. Bıraq 7 üstü 3. 3 üstü 2 9'dur. 7 üstü 3 də 343'tür. Sonu 7 ilə qutarı bunu. Bizə lazım deyil. Veya M1, N2 ola bilər uşaqlar. 3 üstündə 5, bıraq 7 üstündə, bax burada yerinə qoyuram, 6 eləyir. 4'e bölündə 5'i 4'e bölündə 3 üstü 1. 6'nın 4'e bölündə 7 üstü 2 qalır. 3 üstü 1 3'tür, 7 üstü 2 49'dur. Bunun son rəqəmi yenə 7 ilə qutarır. Növbəti M2, N2'ye baxan uşaqlar. Burada yerinə qoyacağım təbii ki. 3 üstü 10, vıraq 7 üstü 6 edir. 4'e bölündə 3 üstü 2 qalır. 6'ın da 4'e bölündə yenə 3 üstü 2 qalır. Daha doğrusu 7 üstü 2 edir. 3 üstü 2 9'dur. 7 üstü 2 də 49'dur. Bunları bir-birinə vuranda uşaq sonu 1 ilə qutarır. O zaman n plus n cəminin ən kiçik qiyməti 2 plus 2, yəni 4'də baş verir. Doğru cavabımız oldu. Y bəndi 4. 19 nömrə misal düz prizmanın oturacağı diagonal 12 və 16 olan rombdur. Düz prizmamızı çəkəyim. Oturacağı diagonallar 12 və 16 olan rombdur. Demək
Rombun diagonal 12 ve 16 verir. Rombun diagonal perpendikülerdir ve kəşf nöqtəsini yarıya bölür. 6, 6, 8, 8. Onda rombun tərəfi olacaq 10. Yan səthin sahəsində 320 verib. Neydi düz prizmalarda yan səth? P oturacaq, vuraq H. 320 bərabər P oturacaq 40'dır. Vuraq H. H'ımızda ne olacaq o zaman? 8. B ile prizmanın hündürlüğünü soruşur. Cavabımız oldu 8. Doğru cavab oldu Y bəndi. Kəşşən iki müstəvi arasında bucaq aşağıdakilərdən hansı ola bilməz? Məlumdur ki, iki müstəvilər arasındakı bucaq onların kəşmə xəttinə endirilmiş iki kəşşən düz xətt arasındakı bucağa bərabərdir. Təkrar edirəm, iki kəşşən müstəvi arasındakı bucaq onların kəşmə xəttinə endirilmiş iki kəşşən düz xətt arasındakı bucağa bərabərdir. Və biz də qəbul edilib ki, iki kəşşən düz xətt arasında bucaq olaraq iti bucaq götürülsün. O zaman hansı ola bilməz? 96 ola bilməz, 116 ola bilməz və 100 ola bilməz. 1, 4, 5 doğru cevabımız olacaktır A variantı. 21 nömrə misal ədədini 100-ə bölməsi alınan qalğı tapın. 10 vuraq 9 vuraq 8 permütasiya ondan üçün cavabdır. Permütasiya 7-dən 7-ci cavabda 7 faktorialdır. 7 faktorial üstə gələ 225. Təbii ki, uşaqlar 10 vuraq 9 vuraq 8 vuraq 7 faktorial mütləq 100-ə bölünən ədəddir. Çünki 7 faktorialda 1-dən 7-yə qədər ədədlərin hasili var. 5 və 7 var. 2-ni 5-ə vuranda 10 eləyir. Bir dənə qabaqda 10 var. Təbii ki, bunun tərkibində mütləq 100 vurğu var deyə. Bu birinci toplanan 100-ə bölünür. 225-in də 100-ə bölməsi alınan qalğı neçə eləyəcək? 25 eləyəcəkdir. Doğru cavabımız oldu A bəndi 25. 22 nömrə misal. Fx bərabərdir 2x üstündə 3 üzərinə mənfi 5. Törəmənin mənfirdəki qiymətini soruşur. Qüvvətin törəməsini tətbiq eləyək. Qüvvət qarşıya gəlirdi. Sonra qüvvət bir vaid azalırdı. Bir də əsasın törəməsini də unutmurduq. O zaman 2x plus 3'ün törəməsi 2'dir. Mənfi 5'ə vuranda mənfi 10. 2x plus 3 üstündə mənfi 6. Yəni mənfi 10 bölü 2x plus 3 üstündə müsbət 6. X'in yerine mənfi 1 yazmaq lazımdır. Mənfi 10. Mənfi 2 plus 3 üstündə 6. Doğru cavabımız eləyəcək mənfi 10. Ve doğru cevap ne oldu? Y variantı. 23 nömrə misala baxaq. ABC 3 bucağında ABC 3 bucağını çəkək. ABC 3 bucağında BD mediandır. BD mediandır. Mediansa median işarəsini qoyalım. AB 2'dir. BC de 2 kök 2'dir. CBD bucağında 30 derece verir uşaqlar. ABC bucağını tapın. ABC bucağı ABC bucağı BD'nin 30 verir. ABC tamamını soruşur. Yani bura bir alfa yazsam alfanı tapsam 30'dan toplayacağım. Həmişə çalışın medianın son nöqtəsindən tərəflərə paralel xətt çəkin. Məsələn bu D nöqtəsi AC'nin orta nöqtəsi. Sən D nöqtəsindən AB'yə paralel xətt çəkə bilərsən ya da ki BC'yə paralel xətt çəkə bilərsən. Mən D nöqtəsindən AB'yə paralel xətt çəkirəm. Paralel dediğine göre artık fales teoremine göre bu Y nöqtəsi de BC'nin orta nöqtəsi olacak. Olacak kök 2, kök 2. O zaman DY ABC 3 bucağın orta xətti olduğuna göre AB'miz 2 ise DY'miz 1'ə beraber olacaktır. Bak burada 1 yazıram. Burada bir mən tabii ki daxili çarpı bucaq anlayışına bura alfası, burada alfa yazıram uşaqlar. O zaman sinüslər teoremini tətbiq edirəm. Baxın bu üç bucağa. Kök 2 bölü sinüs alfa. Kök 2 bölü sinüs alfa beraberdir. 1 bölü sinüs 30. 1 bölü sinüs 30. Kök 2 bölü sinüs alfa 1 bölü sinüs 30. BD'yi 3 bucağını tətbiq elədim. Buradan sinüs alfa beraber sinüs 30 2'də 1'dir. Kök 2 vuranı kök 2 bölü 2'dir. Alfamız olacak 45 derece. Alfamız 45 derece tapdık. Sonunda ABC bucağımız neçə derece olacak? 75 derece olacaktır. Növbəti 24 nömrə misal, limit misalı. Limit x yaxınlaşır pi bölü 8'e. X'in yeni pi bölü 8 qoysaz pi bölü 2 1 çıxaq 1 0 edir. Yuxarıda cos pi bölü 2 ilə 0 edir. Cos koratı 4x'in dərəcəni aşağı salma üstünü tətbiq eləyə bilərik. Ya da eləməyək. Cos koratı 4x'i yeni yazacaq. 1 çıxaq sinüs koratı 4x. Əsas trigonometrik yenilikdən. Çıxaq 1 çıxaq sinüs 4x. Limit x yaxınlaşır pi bölü 8'e. 1 çıxaq sinüs 4x müxtəsər modüsünün vuruqlarına ayıraq. 1 plus sinüs 4x bölə 1 minus sinüs 4x. X'larımız geçsək artıq son limitə keçə bilərik. 1 plus sinüs 4 vuraq pi bölə 8. O dedir 1 plus sinüs pi bölə 2. Sinüs pi bölə 2'nin cevabı 1'dir. 1 ise 1 gene de 2'dir. Doğru cevabımız ne oldu? Açıq sualdır. 24'ün cevabı 2. 25 nömrə misal. Düz bucaqlı 3 bucağın düz bucaq təpəsindən çəkilən hündürlük ve tembelin arasındaki bucak bu hündürlüğü de təminlendir. Təmin arasında bucak 20 derecedir.
Bu üçbucağın böyük itibucağın dərəcə ölçüsünü tapın. Ümumiyyətlə düsturumuz var ki, düz bucaq təpəsindən çəkilən hündürlük və təbinin arasında bucaq demək iti bucaqların fərqinin yarısına bərabərdir. Alfa çıxaq beta bölək 2. O zaman bura bir alfa yazsam, bura bir beta yazsam, alfa çıxaq beta bölək 2 bərabər 20'ye. O zaman alfa çıxaq beta nəyə bərabər? 40'a. Alfa ilə beta'nın fərqi 40'dır. Cəmi də uşaq bizdə 90 dərəcədir. İti bucaqların cəmi olduğuna görə alfamız olacaq 65 dərəcə. Beta'mız olacaq 25 dərəcə. Misal bizə böyük iti bucağını soruşur. Camımız oldu 60 dərəcə. Hündürlük və tən bölən median və təmin arasında bucaq iti bucaqların fərqinin yarısıydı. Əslində bunu düstursuz da gedə bilər uşaqlar. Gəlin bunu bir düstursuz gedəyin. Demək bu hündürlüktür. Bu hündürlüktür. Buranın 20 derece verip bura 90'dır. Onda bura neçə derece olacak? 70 derece. Bu tembölen olduğuna göre uşaqlar, onda düz bucağın təmini olacak 45 derece. Onda bura neçə derece kalacak? Bura 45'te, onda bura 25 derece kalacak. Bura 25, bura 90, onda bura olur 65 derece. 70'ten de 45 çıxanda burada olacak, ne bileyim 25 derece ya da 90'a 65 çıx. Yine ilk böyük iti bucağımız neçə derece olacak? Yani düsturu əzbər bilməsində ondan da sadedir. 26 nömrə misal. Trigonometri tənlərdən gəldi. Kəsirin sıfır olmaq üçün sürəti sıfır olmalıdır, amma məxrəci sıfırdan fərqli olmalıdır. Çox maraqlı sualdır. Sinüs x fərqlidir birdən. Təbii ki, burada bu tənliyi həll edib bu şərti ödəməyən kökləri atmaq lazımdır. Bu da çox çətin məsələdir. O zaman kosinüs x bərabər 0 təlindən 2 tənliyə keçək. Kosinüs x 0'a bərabərsə, çünki kosinüs korat x plus sinüs korat x bilirsiniz ki 1'ə bərabərdir. Burası 0'a bərabərsə, onda sinüs kvadrat x 1'ə bərabərdir. Yəni sinüs x 1'ə və sinüs x mənfi 1'ə bərabərdir. Amma mən sinüs x bərabər 1 tənlə boş çoxluğu yazacağım. Çünki sinüs x 1'dən fərqlidir. Və sinüs x bərabər mənfi 1 tənli yandı. Sinüs x bərabər mənfi 1 tənlində həlli xüsusi haldır. Mənfi pi bölü 2 plus 2 pi k'dır. Misal bizə deyir bu aralıqda nə qədər kök var? Mənfi pi bölü 2 plus 2 pi k kiçik bərabər 4 pi'dən böyük bərabər nədən uşaqlar? 2 pi'dən. Bizdə k'ların sayını tapsam, k da tam ədəddir. Elə x-ların sayını tapmış olacağım. Hər tərəfi uşaqlar pi'yə bölürəm. 2 kiçik bərabər mənfi 2'də 1 plus 2k kiçik bərabər 4'dən. Hər tərəfi 2'yə də vururam. 4 kiçik bərabərdir. Mənfi 1 plus 4k kiçik bərabər 8'dən. Hər tərəfi 2'yə vurdum. Hər tərəfə 1 əlavə edirəm. 5 kiçik bərabər 4k kiçik bərabərdir 9'dan. Hər tərəfi də 4'ə bölürəm. K kiçik bərabər 2 tam 125, böyük bərabər 1 tam 125. Təbii ki, şu neçə həlli var deyir. Mən səhv eləməmişəmsə, bir dənə K tam ədəd 2'dir burada. Yəni bir dənə həlli var. K'ya qiymət verməklə də uşaqlar onu görə bilərsiniz. K'yı məsələn 0'ın mənfi bölü 2 burada yoxdur. 1 verəndə burada olacaq. Yəni bir dənə də baxaq uşaqlar. K'ya qiymət verməklə də həmin kökü K'mız 2'dir uşaqlar. K'mız 2 ise onda x'imiz nədir? Mənfi bölü 2 plus 4 pi. O da eləyir neçə? O da eləyir 7 pi bölü 2. 7 pi bölü 2. Başqa qiymət ümid edirəm ki, yoxdur. Yəni burada hesablama səhvim yoxdursa, mən pi bölü 2 plus 2 pi k'nı kiçik bərabər 4 pi'dən böyük bərabər mənfi 2 pi'ymiş burası. Burası mənfi 2 pi'ymiş. Ona görə çoxdur hallar. 2'yə böldüm. Pi'yə böldüm. Mənfi 2, 4. Sonra 2'yə də vurdum. Mənfi 4. Mənfi 1 plus 4k. Bir də 8. 1 əlavə edim. Mənfi 3. Yaxşı ayıldıq. 1 əlavə 9. 4'ə böldüm. 2 tam 125. 4'ə böldüm. Mənfi 0 tam 175. Burada hansı tam ədədlər var? 0 var, 1 var və 2 var. K'ların sayı nə qədərsə o qədər də x'lar var. Gətirib burada yerinə qoya bilərsiniz. Cəmin adını soruşsaydı köklərin aparıb yerinə qoyarım. Amma sayını soruşsaydı K'ların sayı qədər. Cavabımız oldu 3 dənə. Cavab oldu 3 dənə. 27 nömrə misal yine trigonometriyədən gəldi. A bərabərdir sinüs alfa plus 2. Bu aralıqda bilirsiniz ki, sinüs alfa kiçik bərabərdir 1'dən, böyük bərabər 0'dan. Çünki birinci rübdür. Hətta birinci rübün qapalı intervaldır. Birinci rübdə uşaqlar sinüs müsbət qiymətlərdir. Ümumiyyətlə sinüs 1 ilə mənfi 1'in arasındadır. Amma bunun müsbət hissəsini götürdük. Hətta uc nöqtələri aldığına görə 0 da alacaqdır. O zaman bura bir dəfə 0 yazacağım, bu dəfə də 1 yazacağım uşaqlar. 0 yazanda ya da ki 0 yazanda uşaqlar 0 yazanda 2 eləyir, 1 yazanda da 3 eləyir. Demək ki, ən böyük qiymət 3, ən kiçik qiymət də 2'dir. Ən böyük qiymət 3. Var mı? Var. 1'ə gedir B bəndə. Ən kiçik qiymət 2'dir. Y bəndə gedir.
Eyni şəkildə uşaqlar, kosinus alfada bilirsiniz ki, kiçik bəra 1-dən, böyük bəra -1-dən uşaqlar. 0 pi bölü 2 intervalında birinci rübdə yenə kosinus müsbətdir sinüs kimi. O zaman mən bu intervalın müsbət hissəsini götürəcəm. Hətta 0-da 1-ə bərabər, pi bölü 2-də də 0-a bərabər uc nöqtələrini alır. O zaman y bərabərdir. İndi y yazmayıb, a yazıb. A bərabər kosinus alfa minus 1. Bunu yenə bir dəfə 0 yazacağım. Bir dəfə də 1 yazacağım. 0 yazanda -1 eləyir. 1 yazanda da 0 eləyir. Ən kiçik qiyməti -1 C bəndində var. Demək, Y bəndi gedib. Ən böyük qiyməti də, ən kiçik qiyməti -1 yazdım. Ən kiçik qiyməti -1 yazdım. C bəndi. Ən böyük qiyməti 3 də yazmışam. Bir də qalıb bizə D bəndi ve A bəndi. Üçüncü addıma baxan uşaqlar. Üçüncü addım demek y beraberdir. A beraber sinüs alfa plus kosinüs alfadır. Demek ki sinüs alfa plus kosinüs alfanın özünün düsturu var uşaqlar. Neye beraber? Kök 2 sinüs alfa plus pi bölü 4'e beraberdir. Bunun en büyük kıymeti, bakın bunun yerine 1 yaza bilərəm uşaqlar. En büyük kıymeti kök 2 olacaq. En küçük kıymette bunun yerine -1 yaza bilərəm. Ama -1 yazanda alfamız birinci rübə düşməyəcəkdir. Alfamız birinci rübədə, alfamız pi bölü 2 ile 0'ın arasındadır. Pi bölü 2 ile 0'ın arasında ne koysun bura? Həmişə sinüsün qiyməti müsbət edir. Heç vaxt -1'ə bərabər olmayacaq. Alfamız pi bölü 2 ile 0'ın arasındadırsa, alfa plus pi bölü 4'ümüz her tarafa pi bölü 4 eləbəsəm 3 pi bölü 2 4 ile pi bölü 4'ün arasındadır. Ve bunların da sinüsü gördüğünüz gibi müsbət ədəddir. Pi bölü 4 3 bölü pi bölü 4'e kadar. Bunu -1 koymayacağım. Böyle en büyük kıymetimiz neye beraberdir? Kök 2'ye beraberdir. Buna da geçecek A bəndi. Buna da geçecek A bəndi. Ve D bəndi hiçbirine getmədi. D bəndi hiçbirine getmədi. En büyük kıymeti 0'dır. Buna gedə ama en büyük kıymettir. Keçdik situasiyamıza 28, 29 ve 30 nömrəli situasiyalar. Yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşını ilə tikinti materialları gətirildi. Demək, A tipli yük maşını var, B tipli, C tipli və D tipli. A tipli maşınların hər biri C tipli maşınların hər birindən 2 ton az gətirir. Bu X ton, bu isə X plus 2 ton. B tipli maşınların hər biri isə D tipli maşınların hər birini 3 ton az gətirir. Məsələn, bu Y ton gətirirsə, bu da Y plus 3 ton gətirir. Bir dəfiyə. Həyəti müəyyən hissələrini rəhləmək üçün ağ və göy boyalar olaraq 2/3 nisbətinə qarışdırıldı. Ağ boya 2K, göy boya da uşaqlar 3K'dır. Nisbətinə həyətdə düzbucaqlı üçbucaq formalı sahənin daxilində iki təpəsi katetlər üzərində, digər iki təpəsi isə hipodon üzərində olan kvadrat forma meydança quruldu. Bax, bu meydançadır. Ətrafı isə güllər əkildi, lap yaxşı. 28. 150 kiloqram qarışıq boya istifadə edildikdən sonra, demək bu qarışığımızdır. Zaten qarışığımız 2/3 nisbətən 150 kiloqramdır. Görək nə qədər ağdır, nə qədər göydür. 5K bərabərdir 150'dən, K olacaq 30. Demək ağımız 60 kiloqram, göyümüz isə 90 kiloqram istifadə olunub. Daha 75 kiloqram ağ boya gətirildi. Demək, ağ boya daha da 75 kiloqram gətirildi. O zaman mənim istifadə etdiyim bu rəhləməyə ümumilikdə istifadə olunan boyanın neçə faizi göy boya oldu? Demək, 225 kiloqram uşaqlar boyadır ümumilikdə, eləmi? 150 ise 75 gəndə. Göyün faizini soruşur. Göyün faizi olacaq 90 bölü 225 vuraq 100. 9'a ixtisar gedir. Burada 10 qalır. Burada 9'a ixtisar gedəndə hepsi rəqəmlərdir. 60, 90, 150, 150 ise 75 gəndə məncə düz yazmışım. 225, 90 bölü 225 vuraq 100. 9'a ixtisar yapalım 10, 9'a ixtisar yapalım 15. 5'e de gedir yine 2, hatta 45'e de gedir de 3. Demek 200 bölək 3. 66 tam 3'te 2 faiz səhv eləmirəmsə 203'e böləndə. 66 tam 3'te 2 faiz. Keçdi 29 nömrəmiz. A tipli 3, B tipli 2 maşın birlikdə 21 ton gətirib. A tipli maşın bir dəfə X ton gətirir. 3 dənəsini də istifadə edirlər 3X plus. B tipli maşın 2 dəfə gəlib. Bir dəfə Y ton yük gətirirsə 2 dəfəyə 2Y və cəmi 21 ton gətiriblər. Keçdik C tipli maşın 2 dəfə gəlib.
S tipli maşın 2 dəfəyə gəlib. S tipli maşın 2 vuraq x plus 2'dir. Üstə gələk. D tipli maşın 3 dəfə gəlib. 3 vuraq y plus 3 və 32 ton yük götürdülər, gətiriblər. A tipli maşının bir dəfə neçə ton yük gətirdiyini tapın. Yəni bizdən x-i soruşur. Demək 3x plus 2y bərabərdir 21. 2x plus 3y bərabərdir. Burası neçə eləyir? 4. Burası da eləyir 9. 4'ün üstə 9 gələndə 13. 32'dən də 13 çıxanda 19 eləyir. Bizdən x soruşursa uşaqlar, gəlin neynəyək? Gəlin tərəf-tərəfə toplayada bilər, amma ehtiyac yoxdur. X soruşsa y-lər yox elə. Bunu 3'ə vuraq, bunu da 2'ə vuraq. 9x plus 6y bərabərdir 63. 4x plus 6y bərabər 38. Tərəf-tərəfə çıxanda demək 5x bərabərdir. 63'dən 38 çıxanda 25 edir səhv eləmirəmsə, onda x-imiz olacaq 5. Başqa sözlə A tipli maşın bir dəfəyə 5 ton yük gətirir. Və ikinci misalımızın cavabı oldu 5 ton. Və növbəti 30-cu misala baxaq. Demək, hibidonuzun hər iki ucu oyun meydançasının 8 metr məsafədədir. Gəlin, burada biraz güllər zadları var. Demək, bu düz kvadratdır burada. Biraz düz bucaqlı yoxsa da neyniyək? Bu kvadrat, burası 8 verib, burası da 8 verib. Bu oyun meydançasıdır. Gül əkilmiş hissənin ümumi sahəsini tapın. Gülə buranın sahəsini soruşur. Yəni, düzbucaqlı üçgen sahəsindən kvadratın sahəsini çıxarıq. Kvadrat olduğuna görə gəlin bunları işarələk A. Və digər tərəfdən də uşaqlar gəlin bucaqları da işarə edək. Bunu pozaq. Bucaqların birini alf ilə işarə edəcəm. Birini də bet ilə işarə edəcəm. Bura 90'dır. Bura 90'dır. Bura 90'dır. Bunların hamısının 90'ımızı yazaq. Alfa ilə bettanın cəmi it bucaqlarının cəmi 90 dərəcədir. Onda bura 90, bura betta, sonra bura alfa qalacaqdır. Bura alfa, bura 90, bura betta qalacaqdır. Və gördüyünüz kimi bura bir A yazsam, B yazsam, C yazsam, M yazsam, N yazsam, Y yazsam, F yazsam. Alfa betta bucağa görə 3 bucaq A, N, Y oxşardır 3 bucaq M, F, C-yə. O zaman alfanın qabağındakı A'nın alfanın qabağındakı 8'ə nisbəti bərabərdir. Bettanın qabağındakı 8'in bettanın qabağındakı A'ya nisbət. Buradan A'mız oldu 8. A'mız oldu 8 ise uşaqlar. O zaman gül əkilmiş hissənin sahəsini soruşur. 8 sonunda bu bərabər yan düz bucaqlı üçkağıtı. Bura ne oldu? 45. Eyni qayda burası da 45. Burası da oldu 45 uşaqlar. Bura 45 ise onda burada 45 qalacaqdır. Yəni burada 45 qalacaqdır. Onda 8'in kök 2'ye bölündü 4 kök 2. Burada olacaq 4 kök 2. Mən ayrı-ayrı da hesaplamaq istəyirəm. Baxın, bu sahəmiz nəyə bərabərdir? Gül əkilib 8 vıraq 8 bölü 2. Üstə gələk. Bu sahəmiz nəyə bərabər? Burada gül əkilib 8 vıraq 8 bölü 2. Üstə gələk. Bu sahəmiz nəyə bərabərdir? 4 kök 2 vıraq 4 kök 2 bölü 2. Demək, burası oldu 32 plus köklər də getdi 2 ilə. Oldu 16. 32 32 64. Üstə də 16 gələndə cavabımız neçə eləyəcək? 80. Demək, 3-cü misalımız, 30-cu misalın da cavabı oldu 80. Belə əziz abituriyentlər, əgər hesablama səhvlərim yoxdursa misallarınızı eləməyə çalışdım. Uğurlar olsun. Növbəti videolarda görüşərik.